Salam, hər vaxtınız xeyir, əziz kanal izləyiciləri. Mən Aytaç Həsənova bugün sizlərə mövzu çalışmalar kitabından növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl bir elan diqqətinizi çatdırım ki, onlayn hazırlıq qruplarımıza yazılmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hazırlıqlarımız həftədə 4 dəfə 90 dəqiqə olmaqla keçilir. İndi isə keçirik mövzumuzun izahına. Səs və hərf test 4-ü izah eləyəcəyik bugün. Hansı sözün ilk hərfi digərlərindən fərqlənir? İlk hərf deyəndə biz başlanğıc hərflərinə baxacağıq. Görək hansı fərqlidir. Baxırıq ki, Ayazda birinci hərf A, Zoğalda Z, Zəmbildə Z-dır. Fərqli olan əlbəttə ki, Ayazda. Hansı sözlərdə hərf sayı eynidir? Yəni, imdadda neçə hərf var? 1, 2, 3, 4, 5 hərf var. Dələdə 4 hərf var, orduda 4. Eyni olanlar 2 ilə 3 olmuş olacaq. Hansı şəkil adı bildirən sözün ilk və son hərfi eynidir? Alma, birinci hərfi A, sonuncu hərfi A eynidir. Bananda isə eyni deyil. Birinci hərf budur, sonuncu hərf isə N-dır. Eyni ilə portağalda da birinci hərf P, ikinci hərf, sonuncu hərf isə L hərfidir. Hansı cümlədə altından xətt çəkilmiş sözdə hərf sayı digərlərindən fərqlənir? Qocalara hörmət edin. Hörmət 6 hərfdir. Zümrüd uşaqlarla oynayırdı. Zümrüd 6 hərfdir. Anam paxlava bişirdi. Paxlava isə 7 hərfdən ibarətdir. Fərqli olan paxlava sözüdür. Şəkil adı bildirən söz haqqında doğru fikir hansıdır? Baxın, şəkil adı bildirən söz dondurma. İlk və son hərfi eynidir. İlk hərfi D-dır, son hərfi A-dır. Eyni deyil. Tərkibində səs və hərf sayı bərabərdir. Bəli, dondurma yazırıq, dondurmada deyirik. Məsələn, fərqli olanlar necə olur? Ailə yazılır, amma tələffüz eləyəndə necə eləyirik? Ailə. Görürsünüz, burada artım baş verdi. Artıq 4 hərf, 5 səs olmuş oldu. Yəni, bu hal baş vermir dondurma sözündə. Ona görə doğru cavab B olacaq. Bəs niyə C olmaz? İkinci və sonuncu hərfi eynidir. İkinci hərf odur, sonuncu hərf A-dır. O ilə A da eyni deyil. Keçirik növbətiyə. Deyil, nöqtələrin yerinə hansı hərfləri yazsaq mənalı söz yaranır. A variantı ilə başlayırıq. Mala. Mala ustaların, yəni bənnaların bina tikintisində, ev tikintisində istifadə elədiyi bir əşyaya deyilir. Belə bir uçbucaq formalı bir əşyadır. Belə də bir qulpu olur buradan tutmaq üçün. Bununla onlar deməli simenti, yəni palçığı desək, divara yaxmaq üçün istifadə eləyirlər. Və yaxud da L-dan başqa S-nı yazsaq, yenə masa üzərində yemək yemək və iş görmək üçün olan mebel növünə də masa deyilir. Amma mala var, mata sözü yoxdur. Ona görə bunu getdik. Maya sözü var, amma maba sözü yoxdur. Ona görə bu da getdi. Bu torpaq sənin, bu dil sənindir. Bu gözəl vətən öz vətənindir. Şeirdə 5 hərfli neçə söz var? Baxın, bu 2 hərflidir. Torpaq 6 hərfdir. Sənin 1, 2, 3, 4, 5. 5 hərfdir. Bu dil sənindir. Burada yoxdur. Bu gözəl, baxın, G, Ö, Z, L 5 hərfdir. Bunun altdan xətt çəkilir. Vətən 5 hərfdir. 3 dənə 5 hərfli sözümüz var. Çətin sözün son hərfini R ilə əvəz etsək, hansı söz yaranır? Çətin sözün son hərfi N-dır. Əvəz edilir R ilə, olur çətir. Hansı sözdə səs və hərf sayı bərabər deyil? Baxın, mavi yazırıq, mavi deyirik. Dəyişən heç nə olmadı. Büllur yazırıq, büllur deyirik. Dəyişən heç nə olmadı. Amma dairə yazırıq, tələffüz eləyəndə dairə deyirik. Görürsünüz, burada Y hərfi yox idi, amma tələffüzdə Y hərfi artmış oldu. Hansı sözü tərsinə oxusaq, yeni söz yaranır? Ana, buradan da oxuyanda yenə ana olur. Bu deyil. Mələk, tərsinə oxuyanda K, Ə, L, Ə, M, kələm. Yeni söz yarandı burada. Dad, dadı. Burada da dəyişiklik yoxdur. Növbəti səs və hərf çalışma 4. İlk və son hərfi eyni olan sözlərin altından xətt çəkin. Deməli, ilk hərfi də eyni olmalıdır, son hərfi D-dır, D-dır. Deməli, bunun altından xətt çəkirik. Kələk, daha sonra səs, sonra ayna, daha sonra yay,
sonra tort, itki, məlum, daha sonra uğurlu, qaçaq. Bunlar ilk hərfi, son hərfi eynidir. Hər sütunda ilk hərfi digərlərinə fərqli olan sözləri işarələyin. Qoca q, qayıq q, sirdaş s, qoz q. 3 dənəsi eynidir, sirdaş fərqlidir. Bıçaq b, vaxt v, bilik b, bəbir b. Fərqli olan vaxtdır. Açıq a, isti i, irad i, iynə i. Fərqli olan açıq. Masa m, nənə n, mala m, mərd m. Fərqli olan nənə sözüdür. Altından xətt çəkilmiş hərfləri dəyişərək yeni sözlər yaradıb yazın. Məsələn, d-nı yerinə b yazsaq, olacaq bax. İşıq, i-ni yerinə a yazsaq, olacaq aşıq. Aşıq saz çalanlara deyirlər. Qara, dəyişib y ilə əvəz eləsək, olacaq yara. Darı, d-nı y ilə əvəz eləsək, olacaq yarı. Bulağı, l-nı d ilə əvəz eləsək, olacaq budaq. Kələmdə ə-ni a ilə əvəz edirik. Kəlam söz deməkdir. Dəyərli sözdür. Otaq. Otağı y ilə əvəz eləsək olacaq oyaq. Gözü s ilə əvəz eləsək olacaq söz. Səs və hərf sayı fərqli olan sözləri işarələyin. Baxın, ailə. Ailə yazılır, ailə deyilir. Fərqlidir. Burada y hərfi artdı. Tək eynidir. Tək yazırıq, tək deyirik. Uşaq yazırıq, uşaq deyirik. Təbiətdə dəyişiklik var. Burada y artacaq. Alim eyni qalır. Əncir eyni qalır. Dairədə y artır. Dəftər eyni qalır. Örtük eyni qalır. Vəsaitdə də y artmış olacaq. 4 hərfli sözlərin altından xətt çəkin. Ton. 1, 2, 3. 3 hərfdir. Kivi. Daha sonra sarı, arıq, tank, mala, dəvə, ayaq. Niyə kələm olmaz? 1, 2, 3, 4, 5. 5 hərfdir ona görə. Gəmi, qara, şair, rəsim. Bunlar 4 hərfli sözlərdir. İlk hərfi eyni olan şəkilləri birləşdirin. Balın birinci hərfi nədir? B. Daha doğrusu balığın birinci hərfi b-dır. Və eyni ilə balın da birinci hərfi b olduğu üçün onları birləşdir. Alma adı, ağac adı. Kibrit k-dır, kirpi k-dır. Tank t-dır, top t-dır. Kitabxana sözündəki hərflərdən istifadə etməklə yeni sözlər düzəldib yazın. Məsələn, k hərfindən düzəldə bilərik kələm. Anam kələm bişirdi. Daha sonra iğne, ilan yerdə sürünür. Musiqiçi tarda ifa etdi. A. Mən alma yedim. Hər hərfi, məsələn, k, i, t, hər hərfdən sözlər düzəltməliyik. Mən alma yedim. Və ya məsələn, x ola bilər xəmir, xoruz. Yəni, fərqli sözlər düzəldə bilərsiniz. Baxırıq, xoruz. Məsələn, a ilə ola bilər armud, n ilə ola bilər noxud və s. sözlər. Verilmiş sözlərin əvvəlinə hərflər artıraraq yeni sözlər yaradın. Arı, məsələn, d qoysaq olacaq darı və yaxud da y qoysaq olacaq yarı. Y qoysaq olacaq yay, t qoysaq olacaq tay. Sonra olacaq qar, bir də var dar. Yat, sat. Daha sonra dər, məsələn, almanı dərdim. Bir də var sər, xalçanı yerə sərdim. Sonra keçirik. Samit səslər və sait səslər. Samit səslə başlayan sözlər hansılardır? Q samitdir, d samitdir, o saitdir. Q ilə d 1 ilə 2 olmuş olacaq. Hansı cümlədə 2 söz saitlə başlayır?
Elvin Saiddir, Ç Samitdir, Q Samitdir. Bu getdi. Atam birinci işə Saidlə başlayır, getdi Samitlə. 1, 2 dənəsi Saidlə başlayır. Baxın, atam bir də işə sözü Saidlə başlayır. Getdi sözü isə Samitlə başlayır. C niyə olmaz? Çünki burada 1, 2 dənə Samitlə başlayan var, bir dənə Saidlə başlayan var. Verilmiş sözlərdən neçəsi Saidlə başlayır? Ağac A Saiddir, əmi Ə Saiddir, tikən T Samit, yarpaq Y Samit. 1, 2 dənəsi Saidlə başlayır. Hansı cümlədə altından xətt çəkilmiş söz Samitlə başlayıb, Samitlə bitir? Baxın, təzə sözündə T Samitdir, Ə Saiddir. Bizə isə həm ikisi də Samit olmalıdır. Məsələn, yağışda Y da Samitdir, Ş da Samitdir. Sabah güclü yağış yağacaq. C niyə olmaz? Ona görə ki, Y Samitdir, I Saiddir. Bizə hər ikisi də Samit lazımdır. Hansı şəkil adı bildirən sözün son saitini silsək, yeni söz yaranar? Ayı. Son saitini sildik, yeni söz ay yarandı. Güzgü. Güzg sözü yoxdur. Ona görə bu olmaz. Dəvədə də dəv sözü yoxdur. Ona görə bu da olmaz. Düzgün cavab A bəndidir. Verilmiş xüsusiyyətlər hansı sözə aiddir? Saitlə başlayır. Samitlərin sayı saitlərin sayından çoxdur. A variantı olmaz. Çünki saitlə başlamır. Saitlə başlayanlar baxın bu ikisidir. Burada da deyir samitlərin sayı çox olmalıdır. Burada var 2 Samit, 3 Sait. Burada saitlər çoxdur. Burada isə var 3 Samit, 2 Sait. C variantı. Hansı sözdə Sait və Samit sayı bərabərdir? Yəni 2 dənə Sait, 2 dənə Samit, 3 dənə Sait, 3 dənə Samit. 1, 2 Samit var, 1, 2 Sait var. 2 Sait, 2 Samit. 8. Eyni saitlərdən birini silsək, hansı şəkildəki söz yaranar? Eyni saitlər A-lardır. Buradan A-nı silsəm, ray deyə bir söz yoxdur. Ona görə mən bu A-nı silirəm, olacaq arı. Hansı sözdə nöqtələrin yerinə A yazılmalıdır? Xəstə Ə, ağıl A, əncir Ə. Düzgün cavab B variantı. Cədvəldə samitlə başlayan sözləri rəngləsək cədvəl hansı formada qalar? Baxın, parlaq P samitlə başlayır, rəngləyirik. İradə İ saitdir, rəngləmirik. Naxış N samitdir, rəngləyirik. Ətir Ə rəngləmirik, çünki saitdir. Çanta rəngləyirik, çünki samitdən başlayır. Ömrü də rəngləmirik. Baxın, rənglədiklərimiz bunlar oldu. İndi baxırıq ki, buna uyğun variant hansı variantdır? A variantı olmaz. Çünki onda gələk mən yanaşı ikisini də rəngləyim. C də olmaz. Ona görə A'dır. Baxın, 2 dənə bax rənglədiyim 2, bir dənə də ortadadır. 2, bir dənə də orta B variantı. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.